Bizim kemerler nesli geldi anneciğim. Necəsən qızım? Çok sağ olun. Kafesteki bülbül gibi. Bura bax, qaratçay çolaqlarırsan. Elədir. Neyse. Zəhmət olmasa gör, anam məşğul etsin, deyə atını çal. Qaç. Hə, diplom məsələsi nə oldu? Gətirdilər? Yok anam, hala tapılmıyor. Ben sana ne diyeydim? Demedim ki gösteriş verip 5 dakika gözünü sarsınlar. He? Sen ne danışırsan Emir? Doğrudan. Buyur. Buyur kızım, bu da diplomun özü. Çok sağ ol amcam, ben sana minnettarım. Ay kızım, ne minnettarlığım. Borcumuzdur. Emir sağ olsun, diplomun izini getirin. Getireyim. Getir amcam, buyur. Çok sağ ol amcam. Teşekkür ederim. Ay, ne kadar ay, Ne yapmış görmüşsen aşağı, çok sağ ol. Kızım yine vallahi gelmiştim seni görmeye, sen de yakıştın maşallah. Hafifem oldum. Yazlarım bana bağışlayın. Seçlerle alakadar akademide işim çoktur. Qaynar. Sen de zəncəşərik, o xeyir işli məsləhətləşərik. Oldu? Yazlarım bana bağışlayın, tələsin. Salamat. Aha, salam melek. Sağ olun. Ha, kardeş. Gözlerimiz yücelip sattı. Bəli. Aha. Yok. Bu demək olar ki, hamımızın qələbəsi olacaq. Aha. Ha. Bəli. Ha. Bilirsən, bugün mənə akademik seçərsiniz, sabahda sənin növbən gələr. Ha, elə sonunda yoldaşlarla özü bir danış. Oldu? Səs vermədə bəli. Mən öz növbəmdə bütün tədbirləri görmüşüm. Ay sağ ol. Bilirsən də, sən qorsa olmasa, mən həmişə sənə inanmışam. Sağ ol. Demək, birindən arxayın olduq. İndi qaldı. Bəli, eşdirəm. Vay, sən gözümün işığı. Ha. Bəli. Yok, bugün heç. Yok, sənin olma. Yok. Bir sənədir, başım çox qarışdı, bugün heç mümkündür. Bir dəqiqə, dəstə qapım öyle, bir də gözlə. Bir dəqiqə, bu da gəldi. Buyurun. Alo. Mənim qəbul günlərim var. Bəli, gələk orada danışalım. Bəli, hər bazar ötəsi. Yaxşı. Təzə qohum, hoş gəlibsən. Buyur elə, buyur. Yox, buyur. Otur. Onda bir pürəngi çay dəmini deyirəm. Sənə köhnəli çay vaxtı deyil. Mən səninlə ciddi danışmalıyım. Onların niye hayatını körlüsən, ha? Kul kimi oturup senin için ben kara yazdım. Bak bu gün elime gelen ilim hakkında ne düşünürsən? Ha? Qardaş, axı mən sənə poruq qazmaq öyrətmirəm. Sən niyə mənə tələbələri necə tərbiyə etmək lazım olduğunu öyrətmək istəyirsən? Mən onları qul kimi işlətmirəm, istismar eləmirəm. Onları elə əsl, böyük elmə doğru yol çəkirəm. Onlara mövzu verirəm, yol göstərirəm. Onlara ciddi işlərdən mənə bəzi köməklər edirlər. Onlar bir şey işlə məşğul olur dərkindir. Hətta deyirlər ki, böyük rəssam Rafael gəncliyində müəllim üçün rəy qazanır. Bak şaka onlar alverci kimi tekebbürlü ve hayasız görürler. Hiçbir şeye inanma. Bilirsin. Çünkü gözlerinin karşısında numune sensin. Ama elimde başka yol var. Alim, profesör, bir yolda mümkünse. Zahmet senin dinleyin lazım. Aha. Aysa, bak hele ben bunu görüyorum. Senin bütün fikirlerin esasında məhz bundan ibaret. Demek sen beni bunu da tartırlandırsan ha? Değilim kardeş. Hayatı da, ben alim oldum sen fehle.
Axı bizdə elə bütün sənətlərə də hörmət var. Bir-birimizə qibtə eləməyin nə mənası? Qaynar. Mən qaynar səni düşünmüşəm, səni xatırlamışam, səni axtarmışam. Sənsə həmişə məndən kim qaçmışsın? Abi bütün bunlara bax, mən çox şanım ki, yeridən yaxınlaşırıq. Qohum olur. Sevilirəm ki, oğlum mənim tələbəmdir. İnan ki, mən hər dəfə onun üçün bir şey deyəndə elə bil ki, sən üçün eləyim. Düşünürdüm ki, da atasının qarşısındakı günahım hiç olmasa oğul eləyim. Nahut olmadı. Yavru da benim kim olacaq? Anlaşma lazım değil. Sen hiç başa düşebilmirsən. Mən heç vaxt özümə sənin talihini arzu eləməmişəm.